dünən gördüyün adamı, sağlam gördüyün adamı bugün görsən ki, dünyasını dəyişir. Görsən adam xəstədir, hamı düşünür ki, bu artıq yəqin dünyasını dəyişəcək. Görsən ki, o adam yaşayır. Amma o adam ki, başqa adam, sağlam adam idi, hamı deyirdi ki, yəqin bu uzun müddət yaşayacaq. Görsən ki, o qəfil dünyasını dəyişir. Çox belə qəribədir. Burada da Allahın hikmətləri var. Yəni, insan heç bir halına ümid eləyə bilməz. Hər bir hal dəyişkəndir. Bir söz var, qədimlərdə bir söz olub həmişə. Deyirdilər ki, xəstəlik nə qədər ağır olsa da, o qəti şəkildə ölümə işarə deyil. Yəni, bu o deməkdir ki, bir xəstə nə qədər xəstə də olsa, o qəti şəkildə öləcək, bu nəticəyə gəlmir. Ola bilər ki, o yaşasın. Və ardıca da deyirdi ki, sağlamlıq nə qədər yaxşı bir şeyin işarəsi olsa da, sağlamlıq o deməkdir ki, sən hələ yaşayacaqsan, bu da sənin qəti şəkildə uzun müddət yaşayacağın anlamına gəlmir. Ola bilər ki, qəfil bir hadisə gəldi, dünyavı dəyişdi. Başqa bir hadisə gəldi, dünyavı dəyişdi.